Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan C-130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Yeni Sabah məlumat verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Qeyd olunub ki, axtarış xilas etmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb. C-130 hərbi yük təyyarələri asanlıqla qəzaya uğramaz. Doğrudur, bunlar köhnədir, təxminən 60-70 yaşları var, amma 4 motora sahibdir. Bir motor sıradan çıxsa belə, digərləri təyyarənin idarəsini saxlamağa qadirdir. Eyni zamanda, quş sürüsü ilə toqquşma olsa belə, istənilən yerə asanlıqla gedə, yaxın bir əraziyə eniş edə bilərlər. Bunu təqaüddə olan Türkiyəli general Hüseyn Fazla deyib. Onun sözlərinə görə, bu qəzanın arxasında müxtəlif versiyalar ola bilər, terror ehtimalını göz ardı etmək olmaz. Ancaq bölgədə bunun baş verməsi üçün hər hansı gərginlik yoxdur. Bəs görəsən, bu hadisə nədən baş verib? İdarənin itirilməsi, elektrik sistemlərinin sıradan çıxması da ehtimallar sırasındadır. Hadisənin gündüz baş verməsi müsbət haldır. Xilasedicilər üçün əlverişli fürsət yaradır. Azərbaycan da lazımi dəstəyi verəcək. İran prezidentinin təyyarəsinin qəzaya uğraması vaxtı Türkiyənin atdığı addımlar təkrarlana bilər. Müəyyən icazələr alınaraq həmin ərazilərdə axtarışlar aparılacaq. Əlavə edək ki, bir qədər əvvəl Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.